Vay. Allah 10 manatdır. 10 manatdır megabayt. 10 manat. Vur da bunu sabah gedirsən olsa. Bu səhərə kimi Vur, daha... nə olar ki vursan? Elvin, nə olar ki eləsən? Bu dostu onu göstər. Elə, vur. Yaxşı, gözə vuracam bir sərvə. Mənə bax, sual verdin də, sual vermirsən axı. Hə. Sual verdin ki, dedim sabah gəlsən, dedim sabah gəlib neyin yiyəcəm orada? Mən dedim neyin yiyə bilərsən? Bu sənə lazım olan tərzdə sənə cavab verirəm də, qoy. Könlün xoş olsun. Buyurun. Yenə getdi bax, canımsın. Yazdılar ona görə başım qarışdı. Hə, təzdəndir. Daha da nə oldu? Daha azca tək... Papı qoyam, azca təşkilalayıram. Heç gəlib nə bilərsən? Gəlib nə edə bilərəm, nə bilim. Sən nə edə bilərsən? Heç nə edə Deyirəm, gəlib nə edə bilərəm, bilmirəm. Hə, nə edə bilərsən? Cavabım yoxdur bu suala. Keç. Nə? Müəllimə keç, bu sualı keç. Cavabım yoxdur. Müəllimə Yox, keç. özün dedin də, Allah kimi olsun. Müəllim keç bu Mən sualı. biletimi niyə almadın ki? Mən gedim lan Rusiyaya. Gəlmirsən də. Sən özünü dartırsan. Mənim vaxtım yoxdur. Allah haqqım elə sözməmişəm. Parfümeriyam. Mən Parfümeriyamın başını boş qoya bilmərəm. kim? Allah haqqım elə sözməmişəm. Sən bunlar hardan çıxarsan? Başını öyrəm sən. Sən kimləsə mən səhv salsan? Hansısa parfüm mağazası sən Yusuf belə zümrəli bir atsan. Kim gəlir mən məndən başqa bir şeyə? Nə bilim, başqa, nə bilim, nə deyə bilərəm. Mən əziz qohumum. Nə deyə bilərəm? Siz bilirdiniz biz Elvinlə qohumuq? Ay, indi bilin. Nə rastqıda yox. Atam da evladlıqdan çıxartdı mənə. Kimlə danışıram? Əhdi ilə yox. Elvin. Canında at çəkmədə zəhmət etsə, gözəl dəyərli insan. Başını. Yaxşı, üzr istəyirəm. Yox. Yox. Elvin, sənə bura ürəklər atırlar. Xalq sevirin onu elə. Mənə bağı görəndirəm. Nə oldu? Mənim biletimi yanmırsan ki də oradan. Mən sən biletini alıram, sən gəlmirsən də. Sən hava qaldın ki. Sən bilet almaya mənə bir dənə 10 manatlıq kontur vur telefonda. Sən mən 10 manatlıq kontur vur, mən sənə bilet alım. Gəl belə eləyək. Olar ki, mən sənə 10 manatlıq kontur vurum, biletin pulunu mənim kartıma atasan. Niyə gülürsən? Zarafat edirəm. Elə bir şey gəldiğindən nə olacaq ki? Yox da Mən sənə elə 10 manat olmur. Niyə Elə olmur? olmur. Yox, mən elə dostluq aparmıram. Dostluq Nə var? Nə qədər biletə pul verirsən? Gəl sənə qəşəng Nataşalardan zaten. Natasha? Boğazımda qaldı. Gəl Bax, sənə Nataşa. Gəl sənə Nataşadan satın tapam. Sirimdə 2 dənə mələk var. Sağ mələk xeyrə mələklərdir. Sol mələk sənsən canım. Düş, gəl təzən qalx yervə. Gəl. Mən pis fikirlər düşünürəm. Gəl qalx yervə. Gəl sənə Nataşalarla tanış edeyim. Çox problem həll edəcəm. Allah haqqı, birazdan evə gələcəm. Atam məni Natasha'ya döndərəcək, elə mi? Sən doğrudan qoymadın adam mamana yığıb təbrik eləyək. Kimi? Sən. Maman dedi, yığıbdı, sağ ol deyərəm, qoymadın, eləmədin. Sən mənə zəng elədin ki, biz görmədin videolarda haradayım. Mən niyə zəng eləmədin ki? Nə bilim, görmədim. Elə bilim deyəcəksən, mənim vaxtım yoxdur cavab verməyə. Niyə mesaj yazdı, təbrik eləmədin ki, zəng eləyərdin, onun yerinə. Onu evdə gedərsən, təbrik eləyərəm, nə olacaq? Yox, evdaşlar burada deyil, evdaşlar qayıtdı Rüsum qayıtdı. Hə, görsən, sən belə adamsan da. Mən niyə oluram, başlayıram, sən mesajı yazan sənsən, təbrik eləmək istəyən sənsən, mən niyə qalıram ortada, başa düşmürəm. Niyə mənim üstümə hər şey fırlayırsan mənim üstümə? Elvinə çıxırıq xoş qədəm axtarmağa. Mən Moskvaya, Elvin gəlir Moskvaya, tema belə olacaq. Elvin gəlir Moskvaya, bir dənə mənim orada işçim var, Natasha. Özdə administrator rolundadır. Elə yaraşarlar, özdə sarıbaş qızdır. Onları evləndirir uşaqlar. Sonra Elvinə axtarışa çıxırlar işçiləri. Xoş qədəmə. Nə? Deyirəm Natasha ki, nə olur? Nə? deyirəm ki, mənim işçim var Natasha salonda. Aha. Onunla səni əlbir qoş. Nəsə, çox getmə, dərinliyinə getmə, üzdən get. Dərinliyi bax qeyri yetişdir, üzdən get. Set getdi, üzdən getdi, set getdi, bax. Nəsə, hiss edirəm, bu özdə Ruski yazısında canımsın, nəsə başqa bir söz gələcək, bilirəm, hiss edirəm nəsə. Yerə başladı da, sakit dur. Mən danışmıram, axı, sanışan sənsən, mən nə deyirəm? Danışmıram, sakit dur, əsəbləşdim. Allah qurban.
Uşaqlar, nə deyə bilərəm? Bu Elvin bəy çox yaxşı bir insandır. Tanıdığım günə çox xoşbəxtəm. Qohumçuluq apardığımız günə çox xoşbəxtəm. Bəli. Görəsən də evdə fikirlərim. Görəsən Elvin eyni fikirdədir. Mən sual verirəm. Sual verir. Həqiqətən mağazaya gələndə də demişdim, buradan da təkrarlayıram. Çox sadə insandır, çox səmimi insandır. Düzü bəs Ya. dəlidir uşaqlar, bax hal-hazırda dəliliyin görürsünüz, amma niyə gözəl insanlar? Məcbur idarə eləməliyik. Nə qədər? Amma qəbullanmışam. Ha, qəbullanmış. Dəlidir də, nə qədər? Bəlkə oturmaq istəmirəm. Görürsüz? Başımın üstünə atırırsa Allah kimi gəlmirsən. Zarafatsız evin üstünə nə fırlansan? Ev 3 otaqlı olsa, evin bütün otaqlarına biz bugün tanış olmuşuq. Hansı otaqda tavan nə rəngdədir, aboy nə rəngdədir, hamısını gördük canımsın. Bax, Elvin, bax bu fiyolет bir rəngdir. Ay canım. Amma mən ondan da vaxtdan da axtarırdım. Hardan ki eləmişsən? Mağazinə qoyacaqsan. Yo, maşını istəyirəm, maşına aboy vurmaq istəyirəm. Oradan. Bəli. Desənə. Boy vurmaq olur, yanmır. Vurmur. Ya Rəbbim, Allahım. Siz mənim Bu gün nefrət sıxdın da, hə, səndəyik? Hə. Möcüzəvi suallarına nefrətə verdin, yoxsa ya, amma sənmi? Sən niyə mənlə murtdaşırsan? Ay, mən nə deyirəm sənə, niyə murtdaşıram mən? Sual verirəm sənə, cavab istəyirəm, mən niyə? Allah qurban ama, yenə fırladı, baba atdı mənim üstünə. Şöyə mən ürəyim sıxıldı, uşaqlar. Məni çox sıxırsan, Elvin. Sən çox pis qohumluq aparırsan, sən məni çox sıxırsan. Canım, kəşfiyyətdən bu dəqiqə biri girsə canlı yayıma, mənə ürək sözdən yazardı, Quraman olsun. Şiram qızı nə dedim belə? Sən niyə mən belə cansın? Uşaqlar Sən anlayın. öyle eləmə, Allah ekran kaydı paylaşılır, bir yavru olardı, Quraman olsun. Sonra o deyildim, Elvin Şahrəfsənənin qızını ağladı. deyildim, Ağbeysəyə zəncə bizə xeyirda versin. Ağbeysəyə zəncə mən ağızdan gələn yazıyıq, ona xeyirda yerinə. Səni görün bir. Başım döndü, yaxşı bir yerdə otururam. Ürəyim sıxılır. Ürəyin sıxılır, eşitsən məni. Böyük bir ev tut, orada rahat gəz də. Gedirəm də sabah. Bayraq eləmişsən ha, əldə tutmuşsan bayraq, maşallah. Uje evləndilər bunu, nə? Yox, uşaqlar, biz qohum. Baba bir də diqqət elə, baba o qədər yorum yazdı, baba o qədər yorum yazdı, baba. Orada yazmışlar, Yağmur səni çox sevirəm zad, Yağmur çox səmimi qızı zad. Mənim haqqımda yazan, baba imini getdi, o yorum ilişdi, bax gördün? İlişirəm də, arada ilişirəm də, neyini? Başlıqdan önemsən, Allah səni ürəyimə görə versin. Yaxşı eləyirəm, ürəyimdən gəl. Qaqa Elə, salam elə, nətərsən? Yazıblar qaqa salam nətərsən? Bu fikir yayındırsan, hə canım. Bu fikir yayındırsan ha. Bütün yorumlar oxuyur. Aysun'la danışırsınız. Bəli. Elvin də danışır Aysun'la. Aysun kimdir? Aysun kimdir? Hə. Allah canım. Sən bütün gün o mahnılarını qoymursan videolarda. Adımızı bəyaz. Kim qəşəng oxur canımsın. Bəli. Həqiqətən xanıma böyük bir simpatiyam var. Çox gözəl səsi var. Nə? Hə, bizim videolar zaten görübdü. Mama zaten nəsə deməyibdi, sən videolardan zaten nəsə. Yox, nə deyəcəm? Fazla da görməyib. Nəyi? Nə videolardan kayıtsa nəsə görməyib heç nə. Görsə görən olacaq. Baba Allah, bir dənə suala bax, Qurana and ol. Valla başqa Allah haqqı başqa niyyətlə vermirəm Quran haqqı. Görsən olacaq. Heç nə olmayacaq. Bu sual benim görüb yoxsa görməyib? Hə, görüb. Həf şurada qutardı. Bir dənə sual cavab verirsə bəli görüb. Qutardı getdi də. Sən, bax bir dənə sənin sözlüyün var. Sən elə bir ki mən deyirəm salam necəsən? Sən o necəsəndən pilsini axtarsan. Rus dilində deyirəm sənə. Zasifka axtarsan ki, necəsəni görəsən yenə getdi. Bunlarda Tripka olma. Tofiq nə yazıb? Qaqa o nə deməkdir? trapka olma yaxşı söz deyil, yazmayın elə şeylər. Qaqa bir dənə üzr istəyirəm də ona cavab verim. Qaqaş atmayayım dən səsə. Qaqaş tripka kimdir ki? Atdız onun səsə. Qəşən cavab verərdim. Nə Rus nə yazmış? Elvin, bir dənə çıxıb qayıdıram. Sən elə danış, çıxıb gəlirəm. Təzdən qatarsan məni canlıya. Bir dənə burada verilişimizdə zəng var. Cavab verib gəlirəm. Yaxşı. Getdi yenə.
Mənə də qatarsan canlı yayıma. Qatarsan da qaqa. Sən mifologiyada qatarsan ne bizim yox deyəsən onun üçün. Bu vaqondur, bu qoşqudur, poyuzdur bu, nədir bu? Sürət qatardır bu. İnşallah başını önemsin. Sevgi söhbətin başımı daxil, qadavuz alaram. Xanımla inşallah deyirik gülük, xanımla bizim qarşı hörmət var, bizim də xanıma qarşı hörmətimiz var. Səmimi xanımla, Sadə xanımla gələcək yanımıza. Yəni bu sevgi falan mövzularını da açmayın şu an, ayıbsın. Evin öyrət də bizim bilir. Qaqa çox çətin məsələdir Allah haqqı. Sıfırdan bəlkə öyrətmək olardı qaqa, indi sən o elə bir ki, düşüncələr qaqa tam fərqli deyib. Qatılmaq başqa bir sözdür. Qatılmaq başqa bir sözdür. Mənə də qatarsan başqa sözdür. Hadisi edirsən. Hal-hazırda hadisi yerindəymiş olar. Sahəli yerlə ehtiyac yox başlanan çox son dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Yox, qohum deyilik, özümüz zarafat eləyirik də.